Gördüyünüz kimi dostlar, su və düyüdən istifadə edirik. Bugün bizim məhsullarımızı test eləmək üçün. Hansı ki bu proqramda qaraciyərdən piyələnməni, yağlanmanı necə arada qaldıra bilərsiniz bu məhsullarla sırf bununla bağlıdır. Yodu tökürük həmin o südlü, sulu düyünün üzərinə və bu kənarları da izəmidimizi götürək. Yəqin ki düyünün rənginin dəyişdiyini gördünüz. Yodlu sudur, məlum məsələdir yodun da tərkibinə görə. Və indi biz həmin bu qarışımın üzərinə əlavə olaraq, deməli, ikam məhsulu istifadə edəcəyik. İkam məhsulunun əsas funksiyaları həm təbii antioksidantdır, bədəni, qaraciyərə təmizləməyə faydalıdır, qan dövranı üçün faydalıdır. Həmçinin xitazan məhsulu qaraciyər piyələnməsini aradan qaldırmağa, tərkibi qırmızı ayaqlı yapon xərçənginin zirehlindən düzəldilir. Xitazan tərkibində olan vasitələr həm qaraciyər piyələnməsini aradan qaldırır, bədəni təmizləyir, toksinlərdən, şlaklardan, qan dövranını sürətləndirir, ümumiyyətlə şəkərdə təzyiq defektidir. Baxın, gördüyünüz həmin qarışımı suyun indi rəngini dəyişməyi yəqin ki görürsünüz. Tam şəkildə. Həm o suyun rənginin dəyişməsindən əlavə olaraq, çünki oradakı o yağları bu cür parçalaya bilir bədəndən. Düyünün də rənginin dəyişməsini görəcəksiniz. Əvvəlində də zaten videonun düyünün qaralmasını görmüşdünüz. Gördüyünüz kimi dostlar, bu da sizə bizim məhsulun təmizliyi, orqanizma faydası. Yəni kimlər ki gün ərzində marketlərdən tərkibi bilinməyən, ümumiyyətlə günə baxan yağlar olsun, palma yağları olsun, bir çox vasitələr qəbul edirik ki, baxın, təmizlənməsini görürsünüz. Bunu istifadə eləsəz, qaraciyərdə piyələnmə heç vaxt olmayacaq, mədə bağırsaqda həzm problemlər yaşamayacaqsınız. Özünüz də alıb evdə də bu eksperti yoxlaya bilərsiniz. Bu düyünü necə görürsünüz yenidən ağarmasın, qaraciyərində bəlkə vəziyyətinə qayıdacaq, qara gündən qorumuş olacaqsın qaraciyəri.